Hər kəsə salam uşaqlar. Hər vaxtınız xeyir olsun. Bizim bugünkü dərsimiz kvadrat köklər olacaq. Gəlin lövhəyə də adını qeyd edək. Kvadrat köklər. Və həqiqi üslü qüvvətdən danışacağıq. Köklər. Aha. Deməli uşaqlar, gəlin tərif verək. Yazın. Tərif. Hər dəfə dediyim kimi bu dəfə də deyirəm. Qayda izahına qulaq asanda çalışın əlinizdə qələminiz, yanınızda dəftəriniz olsun. Həm qulaq asın, həm də qeydlərinizi götürün. Qayda dəftərinizdə bütün mövzuların qeydləri olsun. Uşaqlar, gəlin tərif verək. Kvadratı A-ya bərabər olan ədədə A ədədinin kvadrat kökü deyilir. Kvadratı A-ya bərabər olan ədədə. Deməli, işarəsi isə baxın belədir. Kök altda A. Kimi işarə olunur? Baxın, biz buna, buradakı işarəyə radikal işarəsi, radikal deyirik. Bu işarənin adı radikaldır. Deməli, buradakı kök altda A ifadəsi nə zaman mənası olur? O zaman ki, bu kökün altındakı ifadə, hərf, dəyişən, rəqəm hamısı sıfırdan böyük bərabər olsun. Biz indi burada hərf işarə eləmişik də A hərfi. Yəni A hərfi sıfırdan böyük bərabər. Sıfır ola bilər, amma mütləq müsbət ədəd də olmalıdır. Yəni ki, siz deyə bilməzsiniz ki, kökün altında -3. Baxın, bu olmaz. Çünki dediyim kimi, kökün altındakı olan ədəd, ifadə hər biri müsbət olmalıdır. Ona görə biz bunu mənası yoxdur kimi qəbul edirik. Yazaq, mənası yoxdur. Nöqtə. Məsələn, kök altda 25. Baxın, bunun mənası var. Çünki niyə? Kökün altındakı ifadə müsbətdir. Ona görə mənası olacaq. Və yadınızdan çıxartmayın ki, uşaqlar, buradakı əslində kökdə ikinci dərəcədəndir. Sadəcə biz onu yazmırıq. Artıq böyük dərəcələri yazırıq. Yəni 3, 4, 5-lər yazırıq. Sadəcə ikincini artıq yazmırıq. Çünki niyə? Zaten 1-dən başlamır. Burada 2-dən başlamalıdır. Minimum olaraq. Ona görə heç yazmırlar dərəcəndə. Sonra uşaqlar, kvadrat kökün bəzi, hesabı kvadrat kökün bəzi şərtləri var idi. Onları gəlin qeyd eləyək. Buradan yazaq. Şərtlər. Şərtlər hansılar idi? Birinci şərtimiz bu idi uşaqlar. Əslində bayaqları vurğuladım. Kök altda A ifadəsində A mütləq sıfırdan böyük bərabər olmalıydı. İkinci şərtimiz. A sıfırdan böyük bərabər olarsa ki olmalıdır. O zaman kök altda A ifadəsi də mütləq sıfırdan böyük olmalıdır. Yəni ki uşaqlar, nə demək istəyirik? Kök altda 36. Bəzən uşaqlar deyir ki, müəllimə, kök altda 36-dan həm 6 çıxır, həm də -6 çıxır. Xeyr, necə elə düşünürlər? Çünki deyirik ki, nəyin kvadratı 36 edər? Onlar düşünürlər ki, həm 6-nın kvadratı, həm də -6-nın kvadratı. Xeyr, biz nə deyirik? Deyirik, kökün altındakı hərf müsbət olmalıdır. Məsələn, A hərfi bizliyində A idi. Həmçinin kökdən çıxan cavab da müsbət olmalıdır. Yəni, kök altda A mütləq çıxan cavabı da müsbət olmalıdır. Yəni, kök altda 36-dan 6 çıxacaq uşaqlar. -6 çıxmayacaq. Baxın, içəri müsbətdir, çıxan cavab da müsbətdir. Yəni, belə yadınızda saxlayın. Üçüncü şərt. Kök altda A kvadratı. Burada necə olur? Çıxan cavab. Elə bil köklə bu kvadrat gedir. Və cavab olur A, amma modulda. Uşaqlar, modulda A çıxartmağımızın səbəbi. Bəzən ola bilər ki, köklə kvadrat gedəndə mənfi bir şey qalar və biz heç vaxt kökün cavabını mənfi çıxarda bilmərik. Axı, bayaq ikinci şərtdə onu dedik. Ona görə biz modul anlayışından istifadə edirik ki, modul çıxardanda cavabı müsbət çıxartsın. Məsələn, deyə bilərik ki, kök altda 83-ün kvadratı. Uşaqlar, köklə kvadrat gedəcək, nə qalacaq? 83 modulda və təbii ki, bunun da cavabı bilirsiniz ki, əvvəlki dərslərdən cavab 83-dür. Yaxud da belə bir sual ola bilərdi. Kök altda -71-in nəyi? Kvadratı. Uşaqlar, baxın, yenə də köklə kvadrat getdi. Nə qalacaq?
Modulda -71. Əgər modulu bilməyən uşaq bunu -71 kimi çıxardacaqdır. Bilən isə təbii ki, modulda çıxardır. Bunun da cavab eləyir müsbət 71. Üçüncü şərtdə belə olacaq uşaqlar. Sonra hesabı kvadrat köklərdə belə bir qaydaya baxaq. Hesabı kvadrat kökün hansı iki ədəd arasında yerləşdiyini tapaq. İki ədəd arasında topluluğun elə başlıca suallarıdır bunlar. Arasında yerləşdiyini tapaq. Uşaqlar, deməli, iki dənə ədəd götürək. Bir dənəsinin üzərində izah edək. Məsələn, kök 44 olsun. Və yaxud da bir də olsun kök 50. İki dənə götürək, yaxşı. Kök 44 və kök 50. Deməli, baxaq necə, hər iki ədəd necə müəyyənləşdirəcək ki, hansı iki ədəd arasında yerləşir. Baxın, əvvəlcə düşünürsünüz. Kök altda 44-dən əvvəl nə gəlir, sonra nə gəlir? Bilirsiniz ki, 44-dən əvvəl 43-ün kökü yoxdur. 42, 41. Yəni kökü yoxdur deyəndə həmən kökdən çıxan cavab tam deyil. Bunu nəzərdə tuturuq. Ta ki 36 artıq tam çıxır. Yəni yazırıq kök altda 36. 44-dən sonra 45-dən tam çıxmır, 46-dan çıxmır, amma 49-dan çıxır. Yəni kök altda 44, kök altda 36 və 49-un arasındadır. Və yaxud 6 və 7-nin arasındadır. 6 və 7-nin arasındadır. Bu, yəni 6 tam nə qədərsədir? Biz bunu təqribi belə yazırıq. Kök altda 44 bərabərdir 6 tam. Məsələn, onda təqribi, işarəni dəyişək, təqribi götürək. 6 tam, onda məsələn 7. Təqribi biz bunu belə götürürük. Sonra, çünki çıxan cavab tam olmayacaq uşaqlar. İrrasional ədəd olduğu üçün buradan çıxan cavab tam olmur. Kök altda 50-yə baxaq. Məsələn, kök altda 50-dən əvvəl kök altda 49 gəlir. Kökü tam çıxır. 50-dən sonra da 64. Yəni ki, 7 və 8 arasındadır. O zaman olacaq kök altda 50. 7 tam onda 1, məsələn, təqribi şəkildə. Təqribi bərabərlik işarəsi qoyaq. Aha. Bu da baxın belə uşaqlar. Bunu qeyd olaraq götürün. Keçək n-ci dərəcədən kök. N-ci dərəcədən kök. Deməli uşaqlar, əvvəlcə tərif belədir. N-ci dərəcədən kökün tərifini deyək. N-ci dərəcədən qüvvəti A-ya bərabər olan ədədə A-nın n-ci dərəcədən kökü deyilir. Yəni ki, baxın, n-ci dərəcədən kök altda A. Baxın, belə işarə edilir. Biz keçdik kök altda A. Bunun dərəcəsini neçə bilirdik? İkinci dərəcədən. Amma n-ci dərəcə olanda artıq biz burada n 2 ola bilər, 3 ola bilər, 4, 5 artıq gedəcək. Məsələn, nümunələr yazaq. Üçüncü dərəcədən -27. Bərabərdir. Baxırıq, nəyin kubu -27 edir? -3-ün kubu. Dördüncü dərəcədən 16. Nəyin 4 dəfə öz-özünə vuranda 16 edər? 2-nin. Və unutmayın ki, uşaqlar, n-ci dərəcə qüvvətlər 2 dənə qrupa ayrılır. Tək və cüt dərəcə. Gəlin baxaq cüt dərəcədən qüvvətlərə. Yazıram cüt dərəcə. Cüt dərəcə dediyim təbii ki 2, 4, 6-lardır da, yəni cüt ədədlərimiz. Cüt dərəcə. Cüt dərəcədən olan köklərin kök altı ifadəsi hər zaman müsbət olur. Çıxan cavabı da içərisidə. Bayaqları dedik, elə birinci başlayanda ikinci dərəcədən başlamışdıq da, ona görə çıxan cavab da içəridə müsbət olduğunu qeyd eləmişdik. Amma tək dərəcə qüvvətlərdən yenə belə yazaq. Aha, tək dərəcə qüvvətlərdə isə buradakı həmən ifadələr həm müsbət ola bilər, həm də mənfi ola bilər. Və çıxan cavabdır. Müsbət də ola bilər, mənfi də ola bilər. Məsələn, nümunə olaraq necə deyək? Deyək ki, cüt dərəcəyə nümunə. Cüt dərəcə deyə bilərik 4-ün dərəcədən 81. Fikir verin, içəri müsbət olmalıdır, mütləq 81-dir. Amma 4-cü dərəcədən mənfi 81 olmaz. Çünki niyə? Cüt dərəcədir və heç bir zaman cüt dərəcədə
kökün altında mənfi ifadə olmur uşaqlar. Amma tək dərəcədə olur. Məsələn, 3-cü dərəcədən mənfi 89. Məsələn, gördünüz? Bu 3 elə yerdə yazmışam ki, burada yazın. Bu da belə uşaqlar. Deməli, biz nəyə baxırıq? Cüt dərəcədə olanda mütləq kökaltı ifadə həm içəri müsbət olur, həm də çıxan cavab. Təklərdə isə hər şey ola bilər. Yəni mənfi sonsuzluq, müsbət sonsuzluq. N-ci dərəcədən kökün şərtlərinə baxaq. N-ci dərəcədən kökün şərtləri. Uşaqlar, birinci biz baxaq cüt dərəcədən olana. Yəni, cütlüyü bildirmək üçün 2 ilə istifadə edəcəm. 2 dərəcədən, burada da A olsun. Uşaqlar, bilirik ki, nədir? Burada A mütləq müsbət olmalıdır. Çünki niyə? 2 cüt dərəcə deməkdir. Əslində, burada yazmışıq, eyni şeyi yazırıq. Sadəcə şərt olaraq artıq bu yerdə qeyd etməliyik. 2 plus 1 isə tək dərəcədən olacaq. A. Buradakı A isə, bayaq da dediyim kimi, hər şey ola bilər. Bu birinci şərtimizdir. Təklə cütün, bu cütün deməkdir, bu da təklik deməkdir. Sonra, cüt dərəcədən köklərdə hər zaman çıxan cavab müsbət olurdu. Amma tək dərəcədən hər şey çıxa bilər. Bayaq da dedik, əslində eyni şeylərdir. Üçüncü. Cüt dərəcədən olanda nə demişdik? Demişdik ki, kökün özü ilə qüvvət getdi, qalır modulda A. Çünki niyə? Cüt olduğu üçün çölə modul müsbət çıxartmalıdır. Modul anlayışından istifadə edirik. Amma tək dərəcələrdə elə bir problem yoxdur. Yəni, onlar deyir ki, biz onsuz da çölə hər şey çıxardırıq. Bizim modula ehtiyacımız yoxdur. O zaman bunlar gedir və çıxan cavab modulsuz, yəni elə A'nın özü alınır. Məsələn, nümunə. Kök altda, özü 8-ci dərəcədən, kök altda mənfi 2-nin üstü 8. 8 ilə 8 gedir uşaqlar. Qalır modulda mənfi 2. Buradan da çıxan cavab 2-dir. Yaxud da 7-ci dərəcədən mənfi 2-nin üstü 7. Yenə də əslində 7 ilə 7 gedir, amma çıxan cavab modulda yox, elə A-nın özü, yəni mənfi 2-nin özü alınır. Sonra uşaqlar, burada müəyyən kök düsturları var idi ki, biz onlardan da istifadə edirik. Hansılar idi? Gəlin onlara baxaq. Kök düsturları. Bu bizim işimizi asanlaşdıracaq uşaqlar. Bu düsturlar. Kök düsturları. Birinci düsturumuz. Məsələn, nə deyə bilər? Deyə bilər ki, 8-ci dərəcədən 3 vuraq 7. Siz bunu necə edə bilərsiniz? Əgər vurma varsa, uşaqlar, yadınızda saxlayın. Siz onları ayrı köklər daxilində vura bilərsiniz. Məsələn, 8-ci dərəcədən kök altda 3 ayrı bir kök, 8-ci dərəcədən kök altda 7-nin ayrı bir kök. Belə yazırsınız. İndi gəlin düstur çıxardıq. Onda n-ci dərəcədən AB-ni necə yazarıq? Ayrı bir köklərə kimi yazaq? N-ci dərəcədən A vuraq, n-ci dərəcədən B kimi. Gördünüz, misala baxdıq, düsturu çıxartdıq. İkinci. Belə olsun, 5-ci dərəcədən 81 bölünsün 4. Yenə uşaqlar, kökləri artıq ayıra bilərik. 5-ci dərəcədən yuxarıda 81, 5-ci dərəcədən 4 kimi yaza bilərik. Onda düstur belə olur. N-ci dərəcədən A bölü B bərabərdir n-ci dərəcədən A böl n-ci dərəcədən B. Bu nə zaman olur uşaqlar? Köklərin dərəcələri eyni olanda olur. Yadınızda saxlayın. Üçüncü. Məsələn, 3-cü dərəcədən A kvadrat. Uşaqlar, sizə bəzən deyəcəklər ki, kök ifadə verəcək sizə, kök altı bir ifadə və onu deyəcəklər qüvvət şəklində göstərin. Necə göstərəcəksiniz? A qalacaq yerində. Deməli, 3 aşağıda yazılacaq, 2 yuxarıda. Yəni, kökün dərəcəsi məxrəcə düşəcək, qüvvət isə yuxarıya qalxacaq. Yəni, A-nın üstü 3-də 2, üstündə 3-də 2 bərabər olacaq 3-cü dərəcədən A kvadratına. Onda düstur belə olacaq. N-ci dərəcədən A üstü M bərabər olacaq. A qalacaq yerində. Kəsr xəttə çəkəcəksiniz. N aşağıya düşəcək, M yuxarıya qalxacaq. Bu üçüncü.
Dördüncü düsturumuz. Məsələn, belə bir sual verə bilər. 5-ci dərəcədən 2-ci dərəcədən 40. Yəni 2 dənə dərəcə yan-yana gəlib, kökaltı ifadə daha doğrusu və bunu necə həll edirik? Belə saxlamırıq. Buradakı dərəcələri bir-birinə vura bilərsiniz. Yəni 5-i 2-yə vuraq 10, 10-cu dərəcədən 40. Yəni dərəcələr bir-birinə vurula bilir. Onda düstur belə olur. N-ci dərəcədən K, buraya yazaq, yəni K olmasın, M olsun. Bayaq da M-lə istifadə eləmişdik. Bu da olsun M-ci dərəcədən, burada da A olsun. Bərabərdir. Onda uşaqlar A qalacaq yerində. Neyəcəksiniz? Dərəcələri vurursunuz. N-im. N-ci dərəcədən olacaq kökaltı A. Bu dördüncü, 5-ci düsturumuz. Bu ən çox nədə istifadə olunur? 5-ci düstur, daha doğrusu kökaltı ifadələrdə dərəcələri eyniləşdirmək üçün. Məsələn, mənə belə bir sual verə bilər. 3-cü dərəcədən 4-ün kvadratı olsun. Deyir ki, bu ifadəni 6-cı dərəcəyə gətir. Mən bunu 6-cı dərəcəyə necə gətirə bilərəm uşaqlar? Mən əgər kökaltı ifadədəki bu dərəcəni, yəni 3-ü 2-yə vurdumsa, ədədin qüvvətindəki o 2 də var, təpədəki. Bunu da mütləq həmən ədədə vurmalıyam. Yəni ki, bunu belə yazırlar. Bunu 3-ü 2-yə vurdumsa, bu 2-ni də mütləq 2-yə vurmalıyam. Olacaq 6-cı dərəcədən 4-ün üstü 4. Eyni qaydada mən bunları ixtisar da edə bilərdim əvvələ qayıtmaq üçün. Onda düstur belə olur. N-ci dərəcədən A üstü M bərabərdir. K-ya vura bilərəm hər tərəfini. N-i K-ya vuranda NK, M-i K-ya vuranda MK. Bu da belə, ay uşaqlar. Belə yaza bilərsiniz. Həmçinin biz 5-cisini geri qaytara da bilərik. Yəni, ixtisar vasitəsilə. Tutalım, sizə belə bir şey yazsa ki, desək, daha sadə hala gətirin. Məsələn, 20-ci dərəcədən kökaltda A üstü 25. Nə edə bilərsə uşaqlar? 20 və 25. Bunları 5-dir. Mən hər tərəfi 5-ə bölə bilərəm. 20-ni 5-ə böləndə 4-cü dərəcədən kökaltda A-nın üstü, 25-i 5-ə böləndə 5. Baxın, belə də yaza bilərsiniz. Daha sonra keçəyin ən maraqlı və ən çox düşən mövzular, yəni kvadrat kökün daxilində olan mövzulardan biri də vurğun kök işarəsi altına salınması və çıxarılmasıdır. Əslində, əvvəlki şərtləri bilənlər üçün sadə mövzudur, sadəcə daha çox diqqət tələb edir. Deməli, uşaqlar, vurğun kök işarəsi altından çıxarılması. Mən belə hərflə yazdım. Siz amma uzun-uzun yazın, cümlə cümlə, hər şeyi yazın. Birinci, yenə də uşaqlar, cüt dərəcə köklərlə işləyəcək və tək dərəcə. Cüt dərəcələrə baxaq. Məsələn, mən cüt dərəcə olduğunu hardan bilirəm? 2n-lə yazıram. A üstü 2n, B. Cüt dərəcədir. 2n oldu, bax, burada 2n-dir. Mən necə çıxardacam? Əvvəlcə parçalayıram bunları bir-bir. Yazıram 2-ci dərəcədən kökaltda A üstü 2n. Mən kök düsturundan istifadə elədim. Birinci kök düsturundan. 2-ci dərəcədən B. İndi görməyənlər üçün bir də göstərim. Baxın, birinci kök düsturundan istifadə elədim. Yəni, kökləri parçaladım, belə deyək, bir növ. İndi, bilirsiniz ki, 2n-dən 2n gedəndə qalır nə? A, amma modulda, çünki cüt dərəcədə vurulsun, 2n kök altda B. Bu isə heç nə çıxmır, çünki heç bir ixtisar yoxdur, ona görə belə də qalır. Məsələn, nümunə yazaq, uşaqlar. Deyə bilər ki, 8-ci dərəcədən A üstü 8, B kubu. İndi nə edirik? Parçalayırıq. Yazırıq. 8-ci dərəcədən A üstü 8 vurulsun 8-ci dərəcədən B kubu. Bərabərdir. 8 və 8 gedir qalır modulda A vurulsun 8-ci dərəcədən B kubu. Bəzən bu belə də qala bilər, amma sizə şərt verir hər zaman. Məsələn, necə bir şərtdən söhbət gedir? Deyə bilər ki, A müsbətdir. A müsbətdirsə, uşaqlar, təbii ki, bilirsiniz, müsbət ədədin modulundan özü çıxır. Yəni, A özü çıxdı, 8-ci dərəcədən B-nin kubu.
Köçaltda B-nin kubu. Əgər A mənfidirsə, o zaman nə olacaq? Köçaltı ifadədən mənfi A çıxacaq. Daha doğrusu moduldan mənfi A çıxacaq. Üzr istəyirəm. Moduldan mənfi A çıxacaq və təbii ki, ikinci ifadədə yerində qalacaq. Mənim ikinci ifadə ilə heç bir işim yoxdur uşaqlar. Mənim işim təbii ki, köçaltı A ilədir. Bunu necə çıxardıram çölə? İfadədə deməli A-nın sizə müsbət və mənfiliyini verəcək. Siz də elə çıxardacaqsınız. Açacaqsınız belə deyək bir növ. İkinci, tək dərəcə köklərlə işləyəcəyik. Yəni ki, 2n plus birinci dərəcədən kök altı A üstü 2n plus 1 vuraq B. Əvvəlcə bayaqki kimi kök altları bir ayıraq. Yazaq ki, 2n plus birinci dərəcədən kök altı A üstü 2n plus 1 vuraq 2n plus birinci dərəcədən kök altı B bərabərdir. 2n plus 1 ilə 2n plus 1 getdi, qaldı A-nın özü. Özü modulsuz. Çünki niyə uşaqlar? Bu tək dərəcədəndir. Ona görə modul istifadə etmirik və belə də saxlayırıq. Məsələn, 3-cü dərəcədən A-nın kubu B-nin üstü 6 bərabərdir. Parçalayaq, yazaq. 3-cü dərəcədən A kubu ayrı, 3-cü dərəcədən B üstü 6-da ayrı bərabərdir. 3 getdi, qaldı A. 3 ilə 6 da getdi uşaqlar. Hər tərəf 3-ə böləndə, 3-ü 3-ə böləndə kök yuxa çıxdı. B üstündəki 6-nı 3-ə böləndə eləyir B kvadrat. Yəni biz kökdən həmən deməli ifadəni azad elədik. İndi gəlin baxağın vuruğun kök işarəsi altına salınması. Eyni qaydada uşaqlar tək cüt olaraq yenə böləcəyik. Tək dərəcəyə ayrı baxacağıq, cüt dərəcəyə ayrı baxacağıq. Gəlin başlayaq birinci. Cüt dərəcədən baxaq. Cüt dərəcədən necə salırıq uşaqlar? Cüt dərəcədə bizə 2 dənə şərt lazımdır. A-nın müsbət olduğu şərt və A-nın mənfi olduğu şərt. Məsələn, indi deyir ki, kök altına sal. Sal əgər deyirsə, deməli çöldə nəsə var. Bir A hərfi var çöldə. Və mən çalışacağım ki, bu A hərfini içəriyə salım. Eləmi? Axı kök altı ifadənin içərisinə salmalıyam. Vuruğu kök işarəsinin altına aparmalıyam. Buna görə mənə A-nın işarəsi lazımdır. B lazım deyil. B onsuz içəridədir. Mənə heç bir ehtiyac yoxdur ki, o müsbətdir. Zaten bilirik ki, müsbət olacaq. Çünki cütdür. Amma tək dərəcələrdə müsbət və mənfiliyi yəni verilməsə də olar. İndi baxaq A-ya. A-nın işarəsini müsbət verdisə, o zaman nə edirsiniz uşaqlar? A müsbətsə, çox gözəl, kök altı ifadəni çəkirsiniz, 2-ni yazırsınız. İndi A hansı dərəcədən kökün altına aparılır? 2n dərəcədən. Ona görə A-nı yazıram A üstü 2n, vur B də qaldı yerində. Baxın bu qədər uşaqlar, bu qədər sadə. Lakin əgər A mənfi olarsa, bir də köçürdək bunu ifadəni. İndi qəbul edək ki, A mənfidir. Yəni siz mənfi bir ədəd kök altı ifadənin altına aparmalısınız. Bilirik ki, axı kökün altı mənfi ola bilməz, düzdür. Ona görə mənfini mütləq çöldə saxlamalısınız. Mənfini birinci çöldə saxlayaq, mənfinin işim yoxdur. Amma bayaqki kimi A üstü 2 vur B. Eyni qaydada baxın, tək fərqləri birincidə mənfidən istifadə olmadı, ikincidə isə mənfi çöldə qaldı. Birincidə uşaqlar çalışmırlar, ən çox ikincidə mənfiləri aparanda çalışırlar. Məsələn, bir nümunəyə baxaq. Tutalım mənfi 5, 4-cü dərəcədən 3. Kök altı 3 bərabərdir. Mən deyirəm ki, uşaqlar, mənfi 5-i belə bilin də. Mənfi 1 vuraq 5-dir bu əslində bir növ. İndi mənfi 1 çöldədir də. Bu mənfini saxladım çöldə. Ha mənfi 1. Eyni şeydir. Mən əsas aparmalıyam nəyi? 5-i kökün altına aparmalıyam. Mənfi çöldədir. 5-i necə apara bilərəm? 5-i aparmaq üçün hansı dərəcədən aparıramsa, kök hansı dərəcədəndirsə, elə qüvvətə yüksəltməliyəm. Yəni 4-cü dərəcədənsə 5-i də 4-cü üstü 4 yazırıq, vurulsun, 3-dürsə 3 yazırıq. Bu da belə. Yəni sadədir əslində. Sonra uşaqlar, bu deməli mənfilər də idi. Gəlir tək dərəcədən olan köklər ikinci, tək dərəcə. Tək dərəcədən uşaqlar nə edirik? Burada A-nın müsbət və yaxud da A-nın mənfi olmayı bizə heç bir fərqi eləmir.
Lakin eyni qaydadan istifadə edəcəyik. Məsələn, ikisində də yəni eyni qaydadan istifadə edəcəyik. Tutalım A-nı mən tək dərəcədən kökün altına aparıram. Baxın belə. O zaman nə edirəm? Kök altı ifadəni çəkirəm, dərəcəsini qoyuram. A müsbətdir və yaxud mənfidir. Fərqi yoxdur. Eyni dərəcədən bunun A-nın üstü qüvvət kimi yazıram. Vurulsun B. Yəni ki, A-nın müsbət və mənfiliyi nə çöldə qalır, nə başqa bir şey, heç bir fərq etmir. İndi gəlin nümunəyə baxaq, orada tam aydınlanacaqsınız. Tutalım, belə olsun ki, 5 vurulsun 3-cü dərəcədən 4 və mənfi 5 vurulsun 3-cü dərəcədən 4 bərabərdir. Uşaqlar, kökün çəkirəm, dərəcəni qoyuram. 5-i aparmaq üçün mən qüvvətə yüksəltdim, kuba, vur 4. Bu belə. Eyni qaydada mənfi 5-i aparmaq üçün mənfi 5-i də kuba yüksəldirəm. Vururam 4-ə. Başa düşdünüz? Yəni ki, mənfi çöldə qalmır uşaqlar. Dərəcəni burada yazmamışıq, kökün dərəcəsini. Bu ancaq təbii ki, tək dərəcədən olan köklərdə keçərlidir. Bir növ, yəni bunları bilmək üçün dediyim kimi uşaqlar mütləq qaydaları yaxşı bilməlisiniz, kök şərtlərini yaxşı bilməlisiniz. Bu da belə. Ən çox uşaqlar cüt dərəcədən olanlarda daha çox çaşırlar. Həm çıxartmaqda, həm də salmaqda. Sonra uşaqlar keçirik nəyə? Məxrəcin irrasionallıqdan azad edilməsinə. Məxrəcin irrasionallıqdan azad edilməsi. Ümumiyyətlə, nə demək istəyirik burada? Məxrəc niyə irrasionallıqdan azad edilir? Məsələn, belə bir sual verə bilər. 2 vur kök, 2 böl kök 2. Bunu belə saxlamaq istəmirik. Niyə? Məxrəcdə kökaltı bir ifadə var. Və biz istəyirik ki, məxrəc kökaltından azad olsun. Yaxud da irrasionallıqdan azad olsun. Kök bir növ irrasionallıq deməkdir də. Ümumiyyətlə, bunun üçün nə edirik? Məsələn, bunu bir silək. Qoşmaya vururuq uşaqlar. Məxrəcin qoşmasına vururuq. Surət demirəm, məxrəcin qoşmasına. Əgər məxrəcdə kökaltı bir A ifadəsi varsa, onun qoşması elə özüdür. Yəni kök A-ya vuracaqsınız. Məxrəcdə kökaltda A çıx B və yaxud A plus B varsa, onun qoşması toplamasıdır. Yəni kök A plus kök B-dir. Əgər 3-cü dərəcədən kök A çıx 3-cü dərəcədən kök B varsa, qoşması 3-cü dərəcədən A kvadrat plus 3-cü dərəcədən AB plus 3-cü dərəcədən B kvadratıdır uşaqlar. Azad eləmək üçün bu qoşmaları bilirik. İndi gəlin baxaq suala. Məsələn, bizə belə bir misal verib. 12 bölünsün 5 minus kök 12 deyir. Məxrəci irrasionallıqdan azad elə. Qoşması nədir məxrəcin? Toplaması. Yəni, mən yazıram 5 çıx kök 12-ni vururam 5 plus kök 12-yə. Təbii ki, mən məxrəci vurdumsa, surəti də o həmən ədədə vurmalıyam. Surətdə ümumiyyətlə uşaqlar kökaltı ifadə ola bilər. Mənim üçün bir maniyə deyil onsuz. Maniyə məxrəcdədir. Bərabərdir. Uşaqlar, bilirik ki, 5 çıx kök 12, 5 plus kök 12 müxtəsər vurma düsturuna oxşuyur. Bu da kvadratlar fərqidir. Kvadratlar fərqi dedikdə 5-in kvadratı çıx kök 12-nin kvadratı demək. Bərabərdir. Yuxarını olduğu kimi saxlayaq. Aşağını hesablayaq. 25 çıxılsın 12. Bu da elədir. 25 çıxsın 12. 12 demişiksə, elə yazaq onda. Ağlımda 2 tutmuşam uşaqlar. 25 çıxılsın kök 12-nin kvadratı da yazırıq 12. Bu da nə eləyir? 12 vurulsun kök altda. Üzr istəyirəm. 5 köksüzdür buradan. 12 vurulsun 5 plus kök altda 12. Bölünsün 25 çıxılsın neçə? 12. Da yazırıq 13. Bu qədər uşaqlar. Yəni ki, kök altı ifadəni daha doğrusu belə deyək, məxrəci irrasionallıqdan azad eləmək üçün məxrəci mütləq öz qoşmasına vururuq. Qoşmaları da mən bayaqları dedim. Həmən ifadələri bilirsiniz və
vurursunuz. Və məxrəcə vururamsa, təbii ki, mən surəti rəhmənədə də vurmalıyam ki, heç bir dəyişiklik olmasın. Bu da öz yerində. Sonra keçirik nəyə? Mürəkkəb kök düsturlarına keçirik. Deməli, mürəkkəb kök düsturu deyəndə, baxın, bunları nəzərdə tuturuq. Kök altda A açıq, kök altda B, amma ümumi kökdə və ya kök altda A açıq, daha doğrusu topla, indi bayaq çıxma yazdıq. Bunu toplama yazaq. Budur, uşaqlar. Bu sualları həll eləmək üçün biz hər zaman müxtəsər vurma düsturlarından istifadə edəcəyik. Necə istifadə edir uşaqlar? Baxın, məsələn, 4 plus tutalım yazıram 2 kök 3. Bərabərdir. Uşaqlar, siz burada müxtəsər vurma düsturunu yaratmalısınız, yaxud da görməlisiniz. Bu da çox işləməkdən irəli gəlir. Çox sual işlədikcə təbii ki, rahat görəcəksiniz. Baxın, məsələn, yazıram. 4-ü necə yazıram? Yazıram 3 plus 2 vur kök 3 plus 1. Baxın, 4-ü mən necə parçaladım? 3 plus 1 kimi parçaladım. Müxtəsər vurma düsturunu bilən şagird, abituriyent o dəqiq görəcək ki, bu 3 plus 1 əslində kök 3 plus kök 1. Bunların kvadratlarıdır. Yəni 3 kök 3-ün kvadratıdır, 1 isə kök 1-in və yaxud da elə 1-in. Yaza bilərik. Görür ki, burada A kvadrat var, B kvadrat var, 2AB də var. Yəni 2 vur 1 vur kök 3 də var. Deməli, bu düsturdan yaranır. Sonra köklə kvadrat gedir və modulda çıxır. Moduldan da təbii ki, belə çıxardırıq, müsbət. Bu da belə, uşaqlar. Bu, deməli, mürəkkəb kök düsturlarıdır. Həmçinin gəlin biz bu mövzuya aid bəzi misal nümunələrinə də baxaq. Deməli, birinci misalımız necədir? Gəlin görək, hansı tip misallar düşə bilər. Bizə verə bilər ki, kök altda 75, üstə gəlinsin kök altda 108, çıxılsın kök altda 48. Deyirsiniz ki, uşaqlar, kök altda 75, 25 vur 3-dür. Parçalayıram. 25-dən 5, kök 3-dən də heç nə çıxmır. Üstə gəl, kök altda 108, 36 vur 3-dür. 36-dan 6, kök 3-dən heç nə çıxmır. Çıxılsın, kök 48, 16 vur 3-dür. 16-dan 4, kök 3-dən heç nə çıxmır. İndi bunları toplayıb çıxmaq lazımdır. Elə bir növ uşaqlar, bu 5x, üstə gəl 6x çıx, 4x oxşuyur. Belə yadınızda saxlayın. 5 üstə gəl 6, elə də 11 çıx 4, 7, kök 3. İkisində də, daha doğrusu hətta üçündə də x olduğu üçün və yaxud da kök 3 olduğu üçün yanına da kök 3 yazmalıyıq. Bu birinci sualımız. İkinci sualımız. 8-in üstü 3-də 2, üstə gəl 125-in üstü 3-də 1, üstə gəl 64-ün üstü 3-də 1. Mən bilirəm ki, bu qüvvətləri kökə gətirə bilərəm. Yazaram ki, 3-cü dərəcədən 8-in kvadratı, üstə gəl 3-cü dərəcədən kök 125, üstə gəl 3-cü dərəcədən 64. Bərabərdir. Bunların cavablarına baxaq. 3-cü dərəcədən 8-in kvadratı, yəni 3-cü dərəcədən 64-dən 4 çıxır. 125-dən 5 çıxır. 64-dən yenə 4 çıxır. 4, 4, 8 üstə gəl 5, cavab elədi 13. Üçüncü sual. Deyir ki, A mənfi olarsa ifadəni sadələşdirin. 2 vurulsun 6-cı dərəcədən kök altda A üstü 6, üstə gəl 5-ci dərəcədən A üstü, kök altda A üstü 5 çıxılsın, kök altda A-nın kvadratı bərabərdir. 2 vur qaldım. 6 və 6 getdi yazıram modulda. Çünki niyə? Dərəcə cüddür. Üstə gəl. 5 və 5 getdi yazıram normal bir A. Çünki modul istifadə edilməyəcək. Çıxılsın tək dərəcədəndir. 2 və 2 getdi modulda A. Deməli, uşaqlar, gəlin də modulda A-ları açaq. A-lar mənfidir. O zaman modulundan mənfi A çıxır. Yəni, mənfi 2A. Üstə gəl A, çıx mənfi A. Bunlar da eləyəcək 0. Dördüncü sualımız. Dördüncü sualda uşaqlar, kök altda x üstə gəl 1 böl kök altda x bərabər 3 verib. Bizə deyir ki, x plus 1 böl x-i sən özünü hesabla. Əvvəlcə uşaqlar, gəlin x plus 1 böl x-ə baxaq. Biz buradakı ifadədə kök altı ifadə yarada bilərik. Necə yaradarıq? Kök x-in kvadratıdır axı x. Üstə gəl 1 böl x isə 1 böl kök x-in kvadratıdır. Baxın, bu necə
Bu köməkçi müxtəsər vurma düsturuna oxşuyur da. A kvadrat plus B kvadrat. Yəni A üstə gəlib B çöl kvadrat çıx 2AB. Yəni çıx deməli 2 vur bunların hasili. Təbii ki, kök altı x-lar gedəndə qalır elə 2-nin özü. Bərabərdir. Sizə şərtin əvvəlində bu ifadəni 3 verib. Yazıram. 3-ün kvadratı çıx 2 bərabər 7. Yəni bu boyda sualın cavabı elədim 7. Bu da belə uşaqlar. Bu suallarla hər birindən qarşılaşacaqsınız. Daha maraqlıları, daha qəlizləri olacaq. Amma bu mövzunu yaxşı dərk eləsəz, təbii ki, bu qaydaların hər birisindən o suallarda istifadə edəcəksiniz. Belə uşaqlar. Ümumiyyətlə yayda, çalışın yayınızı, yay aylarını yaxşı dəyərləndirin. Məktəb yoxdur, hazırlıqlarınızı da azaltdığınızı düşünürəm. Bu müddət ərzində bütün fənlərə yaxşı vaxt ayırın. Belə uşaqlar, özünüzə yaxşı baxın. Gələn mövzularda görüşənədək hələlik.